3 uşaq atası olan qazinin pensiyası niyə kəsilib? Bax, bu suala rəsmi cavab var. Vətən müharibəsində döyüşmüşəm, yaralanmışam. Mənə 5 il müddətinə 3-cü qrup əlillik verilib. Amma 3 il keçməmiş, heç bir səbəb göstərmədən pensiyamı və prezident təqaüdümü kəsiblər. Bu iddia ilə Qafqazinfoya Masallı rayonunun Xırmandalı kəndindən olan Vətən müharibəsi qazisi Rəşad Gülverdoğlu Ağazadə müraciət edib. Görək nə deyib. Onun sözlərinə görə əlillik təyinatı 2021-ci ildə aparılıb, ümumilikdə 945 manat pensiya və təqaüd alıb. Statını diqqətinizə çatdırır. 615 manat əlilliyə görə və 330 manat prezident təqaüdü alırdım. Ötən ilin dekabrında pensiyam, bu ilin yanvarında isə prezident təqaüdüm dayandırılıb. Bununla bağlı heç bir səbəb də göstərilməyib. Bilmədim kimsə məndən şikayət edib, ya nə olub, nə baş verib. Məni komisiya çağırdılar, heç yoxlamadan belə qərar verdilər. Axı necə ola bilər? Ümumiyyətlə, bu cür məsələlərdə komissiya təyin olunur və o komissiyadan səhv eləmirəmsə, fərqlidir hər sahə üzrə. Bir neçə ildə və yaxud 3 ildən bir həmin komissiyadan keçməlisən və əlillik məhz buna görə dayandırılır və yaxud da təyin olunur. Dizimdən 2 dəfə əməliyyat olunmuşam, ön çarpaz bağlar kəsilib, onları bərkidiblər. Ayağımı rahat işlədə bilmirəm, qatlanmır. Uzun müddət xəstəxanalarda qalıb müalicə almışam. Mən döyüşdə can qoymuşam, indi pensiyamı kəsib, məni pis vəziyyətə qoyublar. Özüm də 3 övlad atasıyam. Qazinin bildirdiyinə görə sənəddə də əlilliyin 2021-ci ildə 5 il müddətinə təyin edildiyi və növbəti müayinə tarixinin 17 dekabr 2026-cı ildə olacağı qeyd edilib, sənədlər göndərib sayta. Problemlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunub sayt tərəfindən. Qrupumun mətbuat katibi sorğuya cavab olaraq Tural Qurbanov bildirib ki, pensiyanın dayandırılması vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi ilə bağlıdır. Qısa olaraq statını diqqətinizə çatdırıram. Rəşad Ağazadə 24-12-2024-cü il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib, Səhiyyə Nazirliyinin və Agentliyinin həkim ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu arada, dəyərli izləyicilər, bax, bu kimi hallar rastlaşmışsınızsa, İmedia TV-nin YouTube və yaxud da TikTok hesabında İntiqam Valih olub, ora birbaşa bu cür materiallar göndərə bilərsiniz. Maksimum dərəcədə media qurumu olaraq biz də sosial şəbəkədə və platformalarımızda sizin o problemlərinizi əlimizdən gələn qədər çatdırıb yayımlaya bilərik. Ən azından bunu dövlət qurumu görüb bir tədbir görməsi ilə bağlı. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq şəxsin tam reabilitasiya olunması barədə qərar qəbul edilib. Demək, dəyərli izləyicilər, Ağazadə, görün bu insan haralarda döyüşüb, haralarda olub. Demək, Cəbrailin azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunur. Həqiqətən də bax, bu cür məsələlərə biz həssas olmalıyıq. İstər vətəndaş olaraq, istər dövlət qurumu olaraq, istər media olaraq biz gərək bax, bu cür insanların problemini, ümumiyyətlə, bu cür insanın əlilliyin kəsilməsi bilməli olaraq qəbul edilməz, olmaz.